Duas. Salam hörmətli tamaşaçılar. Hər həftə etdiyimiz yeniliklərlə yenə də sizin evlərinizin qonağıyıq. Bu bir saatı doyunca əylənmək istəyirsinizsə, oturacaqları televizora biraz yaxın qoyub, sevmədiyiniz adamları orada əyləşdirin ki, gözləri zəifləsin. Özünüz isə ekrana normal məsafədə əyləşin. Çünki Maraqlı şou, Duas şou başladı. Verilişimizin sponsoru Sumqayıt şəhərində yerləşən Liman klinikasıdır. Liman klinikasına bizə sponsorluq etdiyi üçün öz minnətdarımızı bildiririk. Qonaqlarımızı dəvət etməmişdən öncə istədiyi bugünkü verilişin mövzusunu diqqətinizə çatdıraq. Bugünkü verilişin mövzusu insanı ölməsini yaşamasından ayıran hissdir. İndi isə qonaqlarımızı dəvət edək. Tarda mükəmməl ifası ilə, məlahətli səsi ilə insanın hisslərinə toxunmağı bacaran gözəl xanım Humay Qədimova. Hoş gəlmişsiniz. Necə olacam? Çox gözəl. Çünki birinci səfərdir bu belə deyək də kanala gəlmişəm. Dəvət etdiyinizə görə təbii ki, təşəkkürümü bildirirəm. Çox sağ olun. Ümid eləyirəm ki, çox maraqlı olacaq və mən bilirəm ki, buranın çox gözəl izləyiciləri var. Sizin verilişinizin izləyiciləri var. Baxmayaraq ki, yenidir, xeyirli, uğurlu olsun. Biz də inşallah gedişata baxarıq da yaxşı olar. Allah qoysa. Yaxşı olar inşallah. Tar da buradadır. Tar da buradadır. Tarsız işimiz yoxdur, bəli. Buyurun kesin əyləşin sizə. İndi isə gözəl musiqiləri ilə, mükəmməl sözləri ilə, həzin avazı ilə hər kəsin hisslərini oxşayan meyxana ustası Vasif Əzimovu dəvət edək. Buyur. Buyur. Hoş gördük. Salam aleyküm. Necəsiz? Yaxşı olasınız, siz necəsiz? Var olun, Tural, Rəşad, sağ olun ki, dəvət elədiniz məni verilişinizə. Bildiyim qədərilə yeni verilişdir, xeyirli olsun, uğurlu olsun inşallah, düşərli olsun. Tez-tez çağırasınız bizdə. İndi isə səndən bir mahnı alaq. Gəlsin inşallah, daha məni axtarma.
yaşadıq bir gələlər, yadda qalan xatirələr, ağlayacaqsan gecələr sən, sən, sən. Göz yaşımı gizlədirəm, çıxıb bu evdən gedirəm, sən bu gecə tərk edirəm mən. Daha məni yaxtarma, məni yaxtarma, daha mənə yalvarma, gözəl mənə yalvarma. Daha məni yaxtarma, məni yaxtarma, daha mənə yalvarma, gözəl mənə yalvarma. Daha məni yaxtarma, məni yaxtarma, daha məni yaxtarma, məni yaxtarma. Bir daha xoş gəlmisiniz. Bizə sevgi sözünüzü. Çox sağ olun, yaxşıyıq. Şükür Allah. Sən yaxşısın, bəs sən. Şükür. Sən Yaxşıdır hər şey. Lap yaxşı. Onda icazə versəydin, Humaya bir dənə sualım var idi. Buyurun. Çox sağ ol. Humay, sənin öz fikrincə tarda mükəmməl ifa edirsən, yoxsa xanəndəli müğənnilikdə? Tarda. Tar. Niyə bəs tardan keçdiniz müğənniliyə bəs? Əgər tar daha yaxşı hissədə qalmışdı da. Yox, sadəcə Bu sual çox olar yəqin ki sizə. düzdür, çox verirlər bu sualı. İnarsız hər dəfədə uşaq yorulmuşam cavab verməkdən. Hə, yaxşı onda qoy qalsın. Biz bir yerdən öyrənərik onda sual cavabı. Yox, siz bir dənə peşə ilə kifayətlənirsiniz ümumiyyətlə. Yox, elə biz Bu günləri buradan dolma söhbət yersiz, edirik. sabahları yenə dolma yemək istəyirsiniz. Yox. Sabah Başqa yemək iki dənə istəyirsiniz. dolma yemək Ay, istəyirəm. sağ. Yox, dolma istəmirsiniz, xəngəl istəyirsiniz, aş istəyirsiniz. Başqa O bir şey qədər istəyirsiniz. qalxmamışıq. Az vaxtımızda. Məsəl üçün yeməkdən danışdım. Yəni ki, ümumiyyətlə mən də bunu demək istəyirəm ki, tarda ifa eləyirəm, oxuyuram, yenə də əsas odur ki, musiqinin bir qolu ilə məşğul Başqa oluram. bir sahələrdə də yoxlayasınız özünüzü. Məsələn, Yox, yoxlama fikriniz var. biznesmen, yəni. Biznesmen olar. Yox, artıq olar. Mən də ona görə deyirəm ki, əsas odur ki, musiqinin hər hansı bir qolu ilə məşğulam da. Yəni bunun nəyi Bir neçə qolu ilə. bir neçə qolu deyə bilmərəm. Yəni sırf gedib rəqqasə ola bilmərəm bundan sonra. Yox. Meyxanaçı da ola bilmərəm, çünki ona istedad lazımdır. Meyxana sənəti də, yəni balaca sənət deyil. Bu da özü bir Bitri istedad tələb- lazımdır. Bəli, əlbəttə tələb eləyir. Çünki orada oranın da özünün bir işləri var da, başqa işləri Ümumiyyətlə var. Tural üst necədir? Bax indi məsəl üçün bağışlayın, Vasif gəlib indi tar ifa eləyə bilər. Yəni mənim kimi Öyrənə bilər. öyrənə bilmək başqa şeydir. Mən də bir iki Gorunda dənə öyrənən 40-ında salır onu. bir iki dənə mən də nəsə meyxana əzbərləyə bilərəm, gəlib Vasifdən dəyişə bilərəm. Bəli, Bu o başqa demək bir deyil ki, şeydir. mən onu öyrəndim, oldum tarifatçısı. Bir, həm də ki, Humay xanımda əgər bu tarı bilirik ki, tar mükəmməldir. Əgər oxumaq da alınırsa, oxuyursa, bu da pis şey yoxdur ki. Yox, biz demirik Yox, mən oxumaq. səmimi etiraf elədim ki, mən tarı ifaçılıqdan daha gözəl, vokal ifaçılıqdan daha gözəl peşəkar Biz bacarıram. elə dəvət eləyərkən də Humaya Bu müğənnilik da- kimi müğənni kimi dəvət eləmişik. Ümumiyyətlə, Sonradan bildik ki, belə bir tarla da belə bir istedad. Məni necə dəvət eləmişsiniz, bilim də işimi. Hə, elə belə dəvət edib gəl otur da, boş qalmasın. Arada çağırın, deyək, gülək oturaq. Hə, deyək gülək. Sonra dedim, hə. Bəs deyirdim, çay verəcəyəm, edəcəyəm, heç nə yoxdur hələ ki. O zarafat Axırda, edir. hər Bir boğazınız qurusun sonra çay gəlsin də. Qurudun boğazınız onda. Vasif, sənə də bir sualımız var. Bu Buyurun. bir mahnın var idi, saatım sən sən gedən gedən andan dayanır. andan dayanır. O saatın axırı nə oldu? Mahnıdaydı. O saatdan sonra 3-4 dənə saat dəyişib. Ya belə düzəldi o yoxsa? Yox, o düzəlmədi. Saat bir dəfəlik tezə bateriyakaza daldım, qoydum yenə. Elə Saat olmadı. tez dəyişmək olar yəni. Ümumiyyətlə mən saat əvəzkarıyam. Bəli. Hamısı dayanır, dəyişirsiniz yoxsa Yox, dayandı, dayanmadı, dəyişirəm tez-tez. siz dəyişmək belə bir Yox, saatı problem yoxdur ki. gedəndən dayanan saatlardan danışıram. Dəyişmək, hə, Mən şəxsiyə keçməyək. mən haqq qaçıram, sən qovursan məni.
bizə bildirib ki, şəxsi məsələlər olmasın. Düzdür. Biz də keçmirik şəxsiyə. Ona görə davam edək. Buyurun. İkimizə də bir dənə sualım var. İkimizə birdən. Hə, ikimizə birdən. Xorla cavab verə bilərsiniz. Ağlamağı bacarsaydınız, kimə gün ağlayardınız? Özümə. Gün ağlamamışsınız hələ. Bu bizim dahi şairimiz Ramiz Rövşənin şeiridir. Onu mən ifa eləmişəm, çox xoşuma gəlir o şeir. Düzdür, mən nə müğənniyəm, nə muğam ifaçısıyam. Sadəcə olaraq xoşum gəlir oxumaqdan. Musiqiyə həvəsim çoxdur, əsas da muğama. O sözlər də ki, Ramiz Rövşənindir. Allah canı sağlıq versin, Ən ömür sevdiyim versin. şairdir, ən sevdiyim şairdir və sənətinə şəxsən. Tanrıdan bəxt borcu alsaydım, sənət pay saxlayardım. Ağlamağı bacarsaydım, sənə gün ağlayardım. Düz, çox sağ ol. Kövrətdiniz. Yox, kövrəlmədi. Axırda çayın azadla bir yerdə kövrələrik inşallah. Onda lap kövrələcəyik, verəsiz. Hə. Sonra, ağlamağı bacarsaydınız, özünüzə gün ağlayardınız. Özümə gün ağlayardım mən. Hansı gündən ağlayardınız özünüzə? Gün Nə ağlamaq istəyirsiniz, üçün nəyə nə çatmamısınız? lazımdır? Nə yoxdur, nə istəyirsiniz? Ümumiyyətlə insan Nə yaşadıqca, lazımdır sizə? ümumiyyətlə yaşadıqca Arzu insan arzularla yaşayır da. Hər zaman fikirləşirsən ki, filan bir şey olsun, filan arzuma çatım, filan istəyimə nail olum. Mən şükür Allaha, Allah mənə hər şey verib. Yəni nə barədə hər şey verib? Əstəğfurullah, biraz böyük çıxmasın. Yəni sənətlə bağlı sənətlə verib, istedad da verib, bir balaca, yəni kimisindən az, kimisindən çox onu verib. Şükür Allah, o belə deyək, tanınmaq öz yaşlarıma baxanda, tələbəlik illərinə baxanda, oxuduğum illərə baxanda, öz yəni belə deyək, öz həmkarlarıma baxanda min şükür edirəm ki, biraz mənə onlardan artıq verib. Amma özümə gün ağlamaq, bu artıq belə bir şey var ki, burada artıq sənətdən biz söhbət eləmirik. Burada bəzi məsələlər var ki, şəxsi həyat var burada, ümumiyyətlə həyatın gedişatı var, həyatda mən necə olmaq istəyərəm, bu məsələlər var. Sənəti qoyduq. Sənət söhbət eləməyə salmamışız. Yəni ki, sənətkarlar sual mənə verdiniz, mən də özüm haqqında cavab verdim. Yəni, düz deyirsiniz. Çox sağ olun. Sizə mən bir ümumi sual vermək istəyirəm. Sizi gözü götürməyənləri göz həkiminə götürmək üçün nəyi gözləyirsiniz? Bizi gözü götürməyənləri göz həkiminə götürmək üçün nəyi gözləyərdik? Yəni, demək istəyirik ki, qısaca açıqlamasını verək, düşmənimizə zərbə endirmək üçün nəyi gözləyirsiniz? Ümumiyyətlə, mən düşmənçilik eləyən insan deyiləm. Kimsə də mən heç tanımıram ki, elə bir... Gözləyirsiniz ki, bir müddət keçsin? Mənim elə bir tanıdığım insan yoxdur ki, o mənlə düşmənçilik eləsin. Yəni, o barədə heç fikirləşmirəm. Yoxdur. Düşmənim var, ermənidir. Gözü götürməyən insan, bu dəqiqə sizi də gözü götürməyən insan var da. Biz onları bilirik də, biz sizdən soruşuruq. Yox, bilmədiklərimiz də var da, yəqin ki, hamısını bilə bilməyəm. Gözü götürməyən insanları, ümumiyyətlə, var da, elə insanlar var. Ola bilər ki, bizim özümüzdə də o xislət var. Amma, yəni, insana baxır da, eyni deyil axı. Barmaq fərqlidir. Ona görə də, ümumiyyətlə, kimsə mənim arxamca danışırsa, kimsə mənə nəsə torba tikirsə, mən həmişə ona elə bir cavab verirəm ki, əslində intriq aparmıram. Elə qəşəng bir yumuşaq sözlə deyirəm, o özü başa düşür. Qısa konkret başa düşür və artıq geri götürür. Yəni, çünki burada çalışıram deməyə ki, burada hansısa bir bürc yazılmayıb, yəni belə. Salam, həkim. Həkim, Salam, salam. Mənim gözümdə problem var. Gəl gör, gəl bax, gəl bax. Otur burada. Tamam. Bu neresidir? T. Bu neresidir? Y.
Bu nə hərfidir? Z. Bəs bu? A. Bəs bu? M. Bu? Bilmirəm, doktor, onu görmürəm. Aydın məsələdir, aydın məsələ. Doktor, mənim gözüm görəcək, yoxsa nə olacaq? Sənin gözündə problem yoxdur. Sən hərfləri tanımırsan. Bəs bir insanın üzü tez unudulur, yoxsa qoxusu, iyisi, ətri? Üzü, Üzü tez unudulur, ətri qalır. ətri qalır. Elə bir insan var həyatınızda, ətri indiyənə kimi unudulmur, özünü görmürsünüz. Üzü unudulub, amma ətri unudulmuyor. Bu gəlir şəxsi mənəyə çıxır, şəxsi məsələyə çıxır. Yox. Şəxsi olmaya bilər o. Mən biraz tez tərpəndim, dedim. Gərək siz də deyərdiniz. Hə, əvvəlcədən deyərdiniz. Ümumiyyətlə, baxır o nə ətri vurub da. Ətirdən ətirə fərq var. Yox, ətirin Ətri var. modelindən gedmir. Hansısa bir insan, yəni o valideyn də ola bilər, dost da ola bilər. Bəlkə pis ətri var ki, üzü yadınsa, adı gələn deyilsə, ondan pis iyi gəlirdi. Olur da, olmaz. Ola bilər. Elə bir insan olub. Getdi sevgiyə bağlıyız hər şeyi. Yox, sevgiyə bağlamırıq, birdən tamaşaçı sevgiyə Şəxsi bağlayır. münasibətlərə bax. Gəlin. Sağ ol müəllim. Əleykum salam. Mən Füzulinin valideyniyəm. Məni çağırtmışdınız. Lap yaxşı. Əyləş. Füzulini bütün sinif narazılıq edir o uşaqdan. O uşaqdan çox qəribə, çox pis bir iy gəlir ondan. O uşaqdan belə sımasın, belə sizə də deməyə adam istəyir, uşaqdan tövlə iy gəlir. Olmaz belə şey. Uşağa baxın, çimizdirmək lazım, əlin ayağını dırnaqlarını təmiz eləmək, belə şey olmaz. Bura məktəbdir. Müəllim, indi nə etmək lazımdır? Onu çimizdirmək lazımdır. Onu iyiləyəndə çox pis iy gəlir. Müəllim, Füzulini öyrətmək lazımdır. Onu iyləmək lazım deyil. Sənin bu musiqilərin, musiqili meyxana deyək də. Mahnı da var, mahnıya daha çox yaxın. Hə, mahnıya daha çox yaxındır. Demək olar ki, 100%-nin 99%-nin sözləri mükəmməldir. Şəxsən mən öz adımdan deyirəm. Bunu hamısını özün yazmısan. Elə 99%-ni bəli. Mahnısı da söz. İndi bir də olur, məsəl üçün dostlar yığılırıq, başqa sənət dostlarımız. Məsəl üçün onu belə eləmə, belə elə, belə eləsən yaxşı olar. İndi bir ağıl, bir var, bir baş fikirləşə, bir var, 5 baş. Əlbəttə ki, 5 baş bir başdan üstündür. Yəni elə olur. Məsəl üçün mahnılar var ki, o 1%-in içində yəni başqaları da oxuyub, mən də oxumuşam. Elə olar, amma qalan 90%, 95% hamısı özümə aiddir. Sənin fikrində səni ən çox tanıdan hansı musiqili meyxana ya mahnı oldu, ya Bədayətin dediyi meyxanalar oldu, hansı oldu? Ümumiyyətlə, mən 2002-dən məşğulam da, artıq 13 ildir meyxana ilə məşğulam. Ancaq məni tanıdan bir mahnı oldu, Yağan Yağış. Yağan Yağış. Yağan Yağış, sonra oxudum saat, bayaq, Diyanan saatı. O saat. O saatı. Tək oxumamışdın. Cəlil dostumuzla oxumuşdum. Sonra Cəlil onu fədayalasın. Bəli. Xanımı əlimizdən oxudu. Amma Mən tək də oxudum. Yox, o artıq ikimizindir. Duet. Amma mən deyərdim ki, Yağan Yağışdan daha üstün saat oldu. Çünki irəliləyirik də. Mahnı adı Saadım sən gedən. Xatırlamışam da əslində o mahnının adı. Ancaq hamı saatım deyir, saatım sən gedən andan deyir. Ha, elə yazırsan çıxır. Ancaq çox vaxt elə çıxır. Hara yazdın, elə çıxır. Gəl. Salam aleyküm. Necəsən müəllim? Aleyküm. Nə yox? Salam, salam. Nə istəyirsən? Müəllim, Südayət müəllimə 2 yazdı. Ədəbiyyat müəllimi. Bəli. Azərbaycan dili də
o müəllimə 2 yazıb. Yəqin bilmirsən, yazıb da. Bilirəm, müəllim dost, mənə elə suala verdi, tapam mən 2 yazdım. Bilirsən, ola mən səndən soruşub qiymətini mən yazsam. Denə deyirlər. Səməd Vurğunu tanıyırsan? Yox, Bəs Əhməd Cavadı tanıyırsan? o da yox. Mikail Müşfiqi necə, onu tanıyırsan? Yox. Düz eləyib yazıb. Gəl, sən heç nə bilmirsən. Müəllim, olar sizə bir dənə sual verim. Buyur. Siz Rəşadı tanıyırsınız, Yox. Turalı tanıyırsınız. Yox. Görürsünüz mənim, hərənin öz kurulu var da. Çıx bayra. Bir dakika. Biz Facebook, Instagram səhifələrindən bir sual qoyub, o suala gülməli, humoristik cavablar verirlər və o cavablardan 3
üçü seçilir və sponsorumuz tərəfindən hədiyyə verilir ona. O kimlərdir? Siz seçəcəksiniz. 3 nəfəri. İndi hər öz birini seçərsiniz, birində ortaq. Birində siz Birində biz seçərsiniz. seçərik. Olar. Yox, biz seçməyək də, biz ədalətsizlik olmaz. Niyə Tərəfkeşlik. ki, ədalətli olandan sonra fərqi yoxdur. Başlayaq. Sualımız belə idi. Keçmiş sevgilimizin yeni sevgilisinə nə demək istərdiniz? Nə sualı vermək istərdiniz? Hansı sual? Nə cavabı? Buyur. Əlizadə Aytac, özünə yazığın gəlsin deyərdim. Tehran Seyidbəyli. Deyərdim ki, ağzından qoxu gəlir, ehtiyatlı ol. Leon 050, İldırım Qafarov. Get adamla, adam tap, özünə deyərdim. Başa düşülmədi hər halda, necə yazıbsa. Aydın olmadı. Əli Ələkbərov. Deyərdim ki, çalış köhnəlmə. Seva Zadə, adam olsaydı mənlə qalardı. Allahverdi Əliyev. Deyərdim ki, mənə biraz ondan danış. Azər Hüseynbəyli, harda çətinlik çəksən, nəyi bilməsən zəng elə deyim. Ağa Soltan, əzizinəm sənin olsun. Ləbi hicran sənin olsun. Yar məndən yarımadı, heç mənə lazım da deyil. Belə bir şey. Elçin 9311, deyərdim ki, qaqaş, məsləhətli qız deyil, mən onu... Davam eləyək. Aydın Əli Məmmədov. Keçmiş sevgilisi mənəm. İndiki sevgilisi o. Sözümü ona yox, elə biraz da gözlüyüm, gələcək sevgilisinə deyərəm. O necə bir qız sevibsə artıq. Veysi Bulud, biz gedən yolları toz bağlayıb artıq, ona süpürgə ver, süpürə-süpürə keçmişi yadına salsın. Tahir Əliyev, qardaş, nə günah işlədin sən? Yunis Bağırov, anan ölsün ay Ramazan. Təxlisiz olsa da maraqlı bir fikir idi. Bilməm bir şey var idi, yox idi. Yəni, verək hədiyyəni verək. Hansı maraqlı oldu? Buyursun Adam Hüma xanım. olsaydı mənlə qalardı. Bir də ki, Seva Zadde. bir də ki, mənə biraz ondan danış. Yəni ikisi də ola bilər də. Həm yumşaq vəziyyət, həm də ki, sərt vəziyyət. O çalış köhnəlmə. O mənə xoşuma Çalış gəlir. köhnəlimə. Deyərdim ki, çalış Bir də köhnəlimə. o süpürgə məsələsi. Süpürgədə. Veysi bulub. 4 nəfər seçdiniz, neyini? Veysi Bulud 4 nəfər. Nə olar ki, 4 nəfərə hədiyyə verin. Nə olar ki? Hədiyyəmiz ikisini sən ver, ikisini mən verim. Biri qaldı. Mən Seva xanıma verəcəm, bir də Veysi Bulud. Liman klinikasından 20% güzəş kartıdır. 20% endirim güzəş kartı. Yəni gedib liman klinikasından yararlana bilərsiniz. Müalicə və müayinə etdirə bilərsiniz özünüzü. Mən isə ikisini verirəm. Qonaqlar birində artıq seçdi. Ona görə Əli Ələkbərov və Allahverdi Əliyev. Bu ikisini təqdim edəcəm onlara. İnşallah gəlib götürərlər özləri. Yəni belə tanışdığım yoxdur. Təqdim edəcəm dedim, yaxşı çıxmadı. Davam edək. Edək. Bu suala bəlkə cavab verəsiniz. İstəyirsiniz. Vasif demişdi mənlik deyil. Yəni Hal-hazırda buradan göz qaş edir ki, mənə vermə sualı. hiss olmur. Keçmiş sevgilimizin yeni sevgilisini nə deyərdiniz? Nə sual verirsiniz? Heç nə ancaq. Heç nə deyəcəm, mən qısqanc insan deyiləm ki. Ancaq onu deyərdiniz. Qoy hamı bəhrələnsin. Mən heç vecmə də deyil. Mənə lazımdır. Mənə lazımdır. Heç olmasın. Amma elə bizim yerimizə yaxşı sual cavablar veriblər də orada. Qəşəng cavablar var. Əla. Hə, lap yaxşı. Əla. Onda belə bir yenilik eləyək. Tarla Sizin meyxana olub. köməyiniz olacaq, lazım olacaq. Ümumiyyətlə olub belə bir şey, tarla meyxana. Mən demişəm, tar, kaman, Efirdə. efirdə xeyr. Efirdə birinci dəfə. Belə məclislər olub ki, Lap yaxşı. Onda Humay xanımdan xahiş aramızda eləyək. məsləhətləşin. Hansı üslubda, hansı üslubda, amma bir dənə şeirimiz var. Bu O şeiri mütləq Vasif sən- deyilməlidir. Bunu mütləq deyilməlidir bu şeir. bir yanı üstə yatdı, biri palçığa batdı. Dünən ölüb birisi, bu da onun dərisi. Araz axır, kür daşır, yarı görə bilmədim. Dünən suyu kəstdilər, yenə çimə bilmədim. Nə gözəl. Çox sağ olun.
Çox sağ ol. Sağ ol. Çox mənalı şeirdir. Çox mənalı şeir. Biraz açığı kövrəldim. Ömründə O şeirin axırına bu mahnı getməli. ömründə bu cür şeir ifaləmişdiniz. Ömründə o cür mən şeir eşitməmişdim. Mənalı şeir, bu qədər mənalı. Dəhşət, əla. Kim yazıb? Sən yazmısan? Yox, Tural yazıb. Tural işidir mən. Tural, sən yazmısan. Yazıb, gələcəyin sənətkarıdır. Ad çəkməyək, Tural Rzayev. Ad çəkməyib, tərifləmək kimi. Sənəti kör. Bir var sənətkar, bir var sənəti kör. Hə, indi biz sizdən bir duet alaq. Bir həzin bir musiqili bir meyxana kimi oxuyor, amma tarixin müşahidəsi. Nə bilim, baxam, nə edə bilərik? Mən dən verməyə hazıram. Dən verməyə hazırdır. Mən də oxum, üzüm eləməyə hazıram. Bir muğam kimi bir şey gəlir. Muğam, əstəğfurullah, muğam biraz ağır sənətdir. Mən düz deyirəm. deyərdim ki, məsuliyyəti mənim üstümə, at mənim üstümə. Mən deyərdim ki, sənin səsin. Nəsə onu tapamayacağam. Məsələn, sənin nömrə zəy satmayacaq ki, hardasan, ayırsan. Yox, belə heç nə olmaz. Əlbəttə ki, mən onu ifa eləsəm üzr istəyəcəm. Yəni icazə alacağam mədəni şəkildə. Çünki mən muğam ifasısı deyiləm, ancaq sevgim var, məhəbbətim var muğama. Ona görə oxuyuram. Biz də onu bildiyimiz ancaq o demək deyil mən muğam ifasısı. Hər adama da demirik yaxın muğam oxu. Sizə deyiriksə deməli. Nəsə var. Gündüz ölmək istəyirəm, gecə ölsəm bağışla. Bilmirəm necə yaşadım, necə ölsəm bağışla. Qışda ölsəm qəm eləmə, yerim isti olacaq. Ruhum uçub cəhənnəmə, gedən tüstü olacaq amma. Tanrıdan bəxt borcansaydım, sənə pay saxlayardım. Ağlamağı bacarsaydım, ağlamağı bacarsaydım, sənə gün ağlayardım. Sağ olun, çox sağ olun. Çox sağ Sağ olun, olun. Hakan. Saxlamayaq. Davam eləyək. Bir mahnı da səndən. Canı yanar gəlsin onda. Gəlsin. Gəlsin. Canı gəlsin. Uca dağlarında başım qaralar, nurlu səhərlərdən dönər qaralar. Gül susuz qalanda necə saralar. İnsan ömrünü bitirən zaman canı yanar. Uca dağlarında başım qaralar, səhərlərdən dönər qaralar. Gül susuz qalanda necə saralar. İnsan ömrünü bitirən zaman canı yanar. İnsan sevdiğini itirən zaman canı yanar. Mənzilə ötürən zaman canı yanar, 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 yanar. İnsan sevdiğini itirən zaman canı yanar, 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 yanar.
zaman canı yanar, 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 yanar. Bence aşk değil, belasız olsa, kedersiz, miskelsiz, cefasız olsa, seven sevdiğine vefasız olsa, melekler canını götüren zaman canı yanar. Bence aşk değil, belasız olsa, kedersiz, miskelsiz, cefasız olsa, seven sevdiğine vefasız olsa, melekler canını götüren zaman canı yanar. İnsan sevdiğini yitiren zaman canı yanar, 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 yanar. Sonuncu menzile ötüren zaman canı yanar, 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 yanar. İnsan sevdiğini yitiren zaman canı yanar, 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 yanar. Sonuncu menzile ötüren zaman canı yanar, 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 yanar. İnsan sevdiğini yitiren zaman Canı yanar, 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 yanar. sonuncu menzile götüren zaman Canı yanar, 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 yanar. Təşəkkür edirik. Sizə bir sualım var. Xəyanətə nə vaxt haqq qazandırmaq olar? Yəni, bu sual ikinizə də aiddir. Ümumiyyətlə xəyanətə haqq qazandırmaq olmaz. Onun vaxtı, yeri, məqamı yoxdur. Yəni, elə bir hal olur ki, yalanı haqq qazandırmaq olur. Yox, bir şey ki, yalandır. Əgər Yalan, xəyanətə xəyanət. yalandan haqq qazandırırsan da, sən özün görə günahkarsan. Olmaz. Xəyanətə haqq qazandırmaq olmaz. Umar Qəti xanım, sizin surətdə. fikirlərinizdə. Xəyanətə. Mən xəyanətdən sual verdim, amma yalana keçdi indi. Hə, xəyanətdən başlayın, keçin yalana. Niyə? Dedim yandırarsınız da. Nə bilim başqa çıxın bundan. Bakalım mikrofonlar. Xarab eləyərsiz sonra bizim verilişin üstündə qalır. Ümumiyyətlə, yalana haqq qazandırmaq olar, baxır hansı məsələlərdə. Əgər bir şey ki, Vasifin xeyrinədirsə, mən ona yalandan danışaram. Ona xeyir gətirəcək çünki. Amma xəyanətə də baxır o da hansı. Bəlkə də ona xeyir gətirəcək, ola bilər elə bir şey. Yəni, məkanına görə dəyişir, insanına görə dəyişir Yəni, bir belə xəyanət şeylər. üstə ailə dağılır. Bunun üstə yalan danışıb. Xəyanət ümumiyyətlə haqq qazandırmaq olmaz. Yalandan haqq qazandırırsan. Xəyanət ümumiyyətlə nə dostluq arasında, nə bacı-qardaş arasında, nə ailə Ümumiyyətlə, münasibəti arasında, nə olmaz. sevgi arasında xəyanətin adı ilə xəyanətdir. Xəyanət yaxşı bir şey olsa elə adı xəyanət olmaz. Yalana da haqq qazandırmaq, üzr istəyirəm Umay xanım, olar. Əgər, məsəl üçün, Umay xanım dediyi kimi, əgər mənim xeyrimədirsə, əgər bu mənim xeyrimə olan şey Turalın, Rəşadın ziyanına deyilsə, hə, onu da qazandırmaq olar. Əgər heç kimə ziyan verməyəcəksinizsə. Rəşad bir xəyanət edib, ona görə onu Mən sizə qarşı çox böyük bir şey olmuşam. öyrənmək istəyirdi. Düzgün Fikriniz deyil. necə olacaq? Mən haqq qazandırmayacağam. Yaxşı olmayacaq axırı. Deyin ki, dünən axşam sizdən olub gecə, evdə.
Gedməyib evə dünən, harada olub, nə eləyib? Dünən sizlə olub, nə olar ki? Dünən demişdim ki, Vasifgilən bir yerdə, amma evə getməmişəm dünən. Hə, yalandan danışmısan. Hə, haqq qazandır, nə olur? Xeyrinə də olun. Hə. Belə. Yorulmamısınız? Qəti. Verilişimiz amma get-gedə Neynəmişik sonlarına ki? çatır. Bir dənə də sualımız var. O da ki, Sizin sualınız qutarmır da. hələ azdır. Sizə az verdi. Yəni siz çoxuna cavab vermirsiniz. Dediniz şəxsini çıxartdı və 3-4 dənə verib tulladı. Səni də Allah saxlasın. Ancaq şəxsi yazmısan deyəsən ora. Şəxsi. Ona buna dediyim sözləri çıx, onları çıxartdıq, filan veriliş çıxartdıq da nə qalır? Asan xidmətə şəxsiyyət vəsiqəsi verirəm. Ona görə də şəxsi işlərlə məşğul olaraq. Hə, dedə bəs Hə, bana. dedim. Hə, Akazı bugünkü bıçqa. verilişimizin mövzusu hiss idi. Yəqin ki, Hiss elədiniz. hiss eləmisiniz. Verilişdən əvvəlcə dedik, siz yox idiniz. Ölümlə Hə, Biz- elə bir nəsə bir yaşamalı. ölüm iyi gəlir, hə. Buyur deyəcəm indi də. gəlmir. Hə. Gələcək. Gələcək birazdan. Gələcək, hə. Yəni Tələsmə. onları hamısını bir-birinə qatdıq da, yəni. Bu sizdə hansı hisslər var ki, o hissləri heç unuda bilməmisiniz? Sevgi hissi, xoşbəxtlik hissi, hansı hisslərdir? Yəni ki, bu hansı hissləri yaşamısınız bu? Ümumiyyətlə o hisslərin demək olar Hamısını yaşamısınız. çoxunu yaşamışıq bəli. Qalıb indi 1-2 dənə hisslər ki, onları da inşallah Allah qismət eləyər, yaşayarıq. Gözəl hisslərdən söhbət gedir. İnşallah. Gözəl hisslər olub, bəli, yadda qalan hisslər olub, xoşbəxt hisslər olub həyatında. O gözəl hisslər olan zaman insanda nə dəyişikliyi olur? Gözəlləşir insan. Necə gözəlləşir? Gözəlləşir də. İnsanlarda gözəl hisslər olmur. Necə? Eybəcər insanlarda. Yox, söhbət xarici görünüşdən getmir, xanım. Böyrəkləri, ciyəri, ürəyi gözəlləşir. Eybəcər insan yoxdur ki, kim deyir ki, eybəcər insan var? Allahın yaratdığı varlıq heç vaxt eybəcər ola Eybəcər bilməz. insan yoxdur, bu bir. İnsana çevrilmir. Yox, o darvinizmdir, onu biz inanmırıq ona. Hə, birincisi eybəcər insan yoxdur. İkincisi də ki, gözəl hisslər deyirsiniz. Mən də deyirəm ki, gözəl hisslər Olanda insan Yəni gözəlləşir. gözəlləşir. Yəni ağın qarası ən var. azından 2-3 dəqiqə sən xoşbəxt yəni o hissi təzədən yenə yaşayırsan. Mənlə gözəlləşirsən. Mənlə. Daxilən. Bu sevgi hissi. Təbii ki, yaşamısınız. Düzdür. Nə barədə? Yalansız, yalansız Sumay xanım. Bayaq deyirdiniz ki, mənə vecimə də gəlsin nə eləsin, dediniz ki, nə vaxt? Yəni, Yox, deyirəm, nə barədə? Hə, nə barədə? Nə barədə? Sual verirəm. Sevgi də, sevginin barəsi olmur ki. Sevgi, məsəl üçün bir neçə anlamlarda var. Valideynə yəni biz qarşı deyən sevgi, anlamda, siz başa torpağa düşdüyünüz qarşı anlamda. sevgi, vətənə sevgi, dostluğa vermə. sevgi. Bunlar keçirlər yenə şəxs. Üstdən keçir. Nə dərin nəyə deyirsiniz siz? Yox, deyən kimdir, nəslidir, nə vaxt, necə olur? Sualı biz yekunlaşdıraq elə bundan. Hə, Hə, söhbət olub nədən sevgi gedir? hissi. Sevgi. Sevgi. Mən ətrafımda Qarşılıqlı olan sevgi. mən ətrafımda olan bütün dostlarımı sevirəm, bəli. Yox. Hal-hazırda da var. Yox. Sevgisi, məhəbbət. O da məhəbbətdir, bu da məhəbbət fərqi. Yəqin ki, olub. O qədər elə yaxşı dostlarım var ki. Hə, Bir-birimizə hamısı. dəhşət Dostlarım- məhəbbətimiz var. Hətta həftədə Yaxşı, həftədə hansı 3 yaxın dəfə, dostunuz, 4 dəfə. yaxında bir ailə həyatı qurma fikrim var. Hə, ailədən danışırsınız. Yox, Belə bir sevgimizi yaşamısınızmı? yox, Deyəsiniz ki, mən bu insanla ailə həyatı Yox, quracağam. bə deyirsiniz yaşamamışam. Bayaq deyirsiniz ki, bəs bayaq nə getsin deyirəm? öz işinə, mənim vecimə də deyil. Bayaq mahnı Düşdü oxudu burada. tələyə düşdü. Yəni belə danışsan belə olmadı axı. Yəni veriş. Vecimə deyəndə ki, yəni mən deyirəm ki, mən insan olaraq qısqanc insan deyiləm. Nədən? Deyirsiniz ki, sizcə mən özümü heç vaxt yandırmıram. Mən yerində elə yerirəm ki, iz qoymuram. Demək, mən dostumla Vasif gəlsin, dostluq eləsin və yaxud da ki, hər hansı bir xanım dostluq eləsin. Mən həyatı boyu dostumu o dostuma qısqanmaram. Fərqi yoxdur. O dostum mənim dostumu təzə tanıyıb. Amma mən onlarla, məsəl üçün Vasiflə 10 il bundan qabağa dostum. Sən isə gəlmişsən Sən Vasiflə bələdiyyə dost başqa elə bir olmusan. sual vermişdin orada sən. Mən yəni verməmişdim qısqanclığı mən o mənada deyirəm ki, qısqanclıq yoxdur da, mənim qəlbimdə yoxdur. Elə Yox, bir bizim hisslər yoxdur. sualımız tam başqa bir şeydir. Onu indi hər halda başıma gəlməyib. Hər halda başıma gəlsə də elə bir hisslər olmayacaq. Belə efirdə səsləndirmək istəmirəm. Kimsə eşidər, deyər Hə ki, də mənim 18 yaşım var, axı düz deyirsiniz. ola bilər ki, hal-hazırda kimsə deyir ki, gör necə yalan danışır verilişdə. Bu qədər də olmaz da. İndi buradan çıxan kimi zəng edəcəklər ki, söz
Qutardı, bitdi. Yox, yox, elə bir şeylər olmayıb. İndi ola bilər olsun da verilişdən Tam sonra. açıq deyirəm. Efirdə baxır mən elə bir O şeylər Vasif olmayıb. deyir ki, olub. Vasif etiraf edir. Vasifin Mən Vasifə həyatında inanıram. ola bilər də, olsun, olsun. İnsan Əslində deyil, mən elə Vasif. söz deməmişəm özlərindən deyil. Bizim sevgi olsaydı dediniz, hə, olub. Yox, o sevginidən Biz başqa mən sevgi. ümumidən Ümumi danışıram, sevgidən dedik. ümumi. Yaxşı. Yəni ki, sözümün canı var idi. Aha. Sözümün canı o idi ki, alimlər deyir ki, bir neçə miqdar, bir nə qədər miqdar şokolad kimsə sevməyi əvəz edib, həmin hissi yaşada bilir. Mən də təxminən elə bir şey deyəsən eşitmişəm. Alimin özündən eşitmişdim var. İnanırsınız? Yox, alimin özünü tanımıram. Alim o O mən bilsən necə ola bilər? O alim 100% şokolatı sevgilisindən çox sevib. Ona görə. O alim şokolatı sevgilisindən 100% Yox, bizdə məhəllə uşağı var, alim. O demişdi mən. O demiş. Hə, ondan Mən də o eşitmişəm. alimi soruşdum mənə. Hə, ondan Hə, eşitmişəm. bax, o da ola bilər, düzdür. Məhəllə uşağı Alim var. axır ki də alimdir də. Hə, adı Bir alim. var sonradan alim olur, bir də anadan gəlmə. O Rajdion, hə, anadan kəlmə. Hə, lap yaxşı. İnanırsınız da, inanmırsınız. İnanırsan, inanırsın. Valla nə bilim. Yəni ki, buna inanmırsansa, Yox, mən şokolatı sevmirəm axı ona görə. İnanmıram. ona görə heç kimi sevmirsən də. Ona görə deyirsən ki, sevgilim yox. Hə. Sən birinci sev, sonra şokolad da sevəcəksən, məncə. Birinci Lazım gərək deyil, şokolatı çox sağ ol. sevəsən, değil mi? Şokolatı Yavaş sev. yavaş baş. Qarşılıqlı da şokolad da səni sevər. Normal. Buradan bütün şokolad yeyənlərə salamlarımız. İnanmırsan. Yox, Məhəllə uşağı alimə yox. Ancaq belə hansısa alim onun adını desəydi üzmə, baxam görüm hələ kimdir. Öz fikrincə, məntiqi. Mənim belə məntiqimlə onu mən deyə bilmərəm. O yəqin ki o təcrübə əsasında yəqin o alim ona əsaslanır deyir. Yemək Yoxsa var. belə Yəni, şokolad yox, yeməklə bilmək olmur ki onu. Gətir tök bura şokolad yeyim mən nə bilim. Onu yəqin təcrübədən keçirdib, yəqin nəsə bilir o, onun elmi izahı var. Elmi izahını bilirsiniz siz? Ha, bilirik. Bir dənə zəhmət olmasa deyim, biz də bilək. Elmi izah odur ki, Aha. belə təcrübədən keçirək. Onu mən də bilirəm. Yox, elmi izahını denən mənə. Ya ola bilər ki, şokoladı yeyirsən, doyursan, Şokoladın Yox. tərkibində olan Yox, o da. alınmaz. Hə, yox, o da. sulardan birbaşa qana keçir. Qandan da mədə bağırsa belə hisslərdən Allah canını sağ eləsin. Çox Sağ ol, çox sağ ol. uzatmayaq, sağ ol. Tural. Heç Çox o uzatmayaq. alimin ağlına gəlmir, bəlkə sənin ağlına gəldi. Humay xanım, elə bir sıxılırsınız. mən izah eləmişdim onu. Elə bir biraz sıxılırsınız. Oxumaq istəyirsən. Nə bilim, imkan varsa. Son sözlərimizi alaq. Allah. Hə. Ondan sonra yenə oynaq bir ifa gələr yəqin ki, biz də sağollaşarıq. Sağ olun, çox sağ olun Tural Rəşad. Var olun dəvətinizə görə. Dünya TV kanal var olsun, dəvət eləmisiniz. İnşallah haçan da dəvət eləsəz, Allah razı böyük olsun. məmnuniyyətlə gələrik. Var olun. Əziyyətinizi, haqqınızı halal edin. Bir Vasifdən bir meyxana alaq, sonra Maral Humay xanımla yekunlaşdıraq. Maralmı hansını deyəcək? Yekunlaşdıraq. Var. Vasif, biz verilişə aid bir-iki kuplet bir şey, Hə, sonra bəzər. Humay xanımla yekunlaşdıraq. Mən uşaq vaxtı mən də tara getmişəm, tar ifaçılığına. Həmişə amma ən yaxşı tarda bazardım, orasında nağara salmaq idi. Hə, o hissəsində nağara çalmaq hissəsi deyil. Məndə tarda o səs çıxmır amma bağışda. Məndə ancaq kökləmişdim o üsluba. Sən özünə bir adlı elinə tar gətir də belə tutma. Hə, biraz ora deyir ki. Hə, buyur. Sıxma ilə müşahidə ediyorum. Tural sən işini Humay gör. xanım, yaman yorduq. Sən işini gör. Ən yaxşı gördüyüm iş bu gün bu oldu. Problem yoxdur. Ha, Brazil. İndi başlayayım yoxsa? Hələlik məşq elə. Ay çox çəkir əziyyət Rəşadla Tural. Çox çəkir əziyyət Rəşadla Tural. Hər birinə deyirik ürəklə halal. Var olsun bizim bu DTV kanal. İnşallah yenə görüşərik duasta. İnşallah yenə görüşərik duasta. İnşallah yenə görüşərik duasta.
İnşallah yenə görüşərik duasda. Mən muğamı çox sevirəm canımdan. Hətta axır mənim damarlarım. Bir mahnı da alaq bu mayxanımdan. Qurtarırıq verilişi asta-asta. Qurtarırıq verilişi asta-asta. İnşallah yenə görüşərik duasda. İnşallah yenə görüşərik duasda. İnşallah yenə görüşərik duasda. Çox sağ ol Vasif. Çox sağ ol Vasif. Bir daha biz sənə xüsusi sənə gəldiyinə görə təşəkkür edirik. Çox sağ ol. Çox sağ ol, dəvətimizi qəbul edib gəlmisən. İnşallah yenə də görüşərik. İnşallah Allah qismət eləsin. Buyur May xanım. Mən də təşəkkürümü bildirirəm dəvətiniz üçün. Xeyirli uğurlu olsun verilişiniz. Çox sağ olun. Hər zaman baxımlı olsun. Tamaşaçılar tərəfindən sevilən bir veriliş olsun. Qonaqlarımızdakı ürəyinizcə olsun. Hər şey olsun. Gözəl olsun. Çox sağ Və ol. gəlir canım oy. Biz sizə də çox sağ ol deyirik gəldiyinizə görə. Sağ olun. İnşallah sizinlə də tez-tez görüşərik. Saat ərzində bizi izlədiyiniz üçün sizə təşəkkür edirik. Sağ olun, gələn görüşlərə qədər. Sağ olun.